Zav Hüseynov. Çoxları onun karyerasının məhz qürur çağında olduğunu düşünürdü. Elə biz özümüz də bəzən verilişlərdə, şərhlərdə bunu qeyd edirdik. Amma futbolçuda olan cəsarət, futbolçuda olan xarakter hər şeyi ortaya qoydu. Bugün start heyətində də qarşılayırıq komandaları. Zeruki, 9 Wout Weghorst, 11 Dan Roth, 19 Yunis Taha, 27 Sandre Oryasseter, 28 Bart Van Rooij, 38 Max Bruns, 42 Weidman ve 43. Her şey hazırdı. Maç başlayabilir. Uğurlar Qarabağ. Haydi Kaşuk rəqibin cərmə meydanında ötürmə. Muaddi baş zərbəsi. Ünverştal. Bayraqda qalxıb. Geldi. Kaşuk'la. Lobato. Çevrildi. Ay burada növbəti qayda pozuntusu rəqib futbolçudan gəldi. Artıq ikinci səbəb üçün Lobato'ya qarşı qaydalar çərçivəsində oynamırlar. Baxıram. Lobato'ya qarşı qayda pozuntusu. Sonra yine oynadı. Sonra. Sola çevirdi. Sonra yine Twente hücumu. Geldi çıktı ora. Bir de ondan fərqli qərar qəbul etdi. Həmə davam edəcəkmi? Yox. İmkan bilər. Qarabağın cərmə meydanında ötürmə. Qapı önünə. Dərhal uzaqlaşdırmağa bacardı. Varkoniyel oynayır. Bir zərbə. Sonra. Daşıyır. Onun zərbəsi. Artmaq üzrədir. Daha çox top oynayırlar. Sonradan qapı önünə alan qat. Amma top bizə. Musa Qurbanlı ətrafına boylandı. Zeruki. Daha bir Twente hücumu. İrəliyirdi burada. Qaydını pozan tərəf bu dəfə bizi. Yanına çağırır. Maçın baş hakimi Rohit Sagi. Haydi Muaddi. Birebir mübarizə Muaddi'dən qapı qarşısına. Son toxunuş hakimin qərarına baxın. Qapıdan zərbə dedi. Muaddi təvəqqə eləyir. YouTube kanalında izləyə bilərsiniz. Sabah komandasının rəqibləri də bəlli olacaq. YouTube platformamızda Həmsim Sportu Veghorst'un top sildi sağıcına hücuma ta qapı önünə. Baktı Zeruki, Sonra bloklan. Başını qaldırır. Onu ötürmə, qapımız önünə uzamıyor. Lobato bax indi əks hücumlara ehtiyac var. Lobato topu attı önünə gedir. Qayda pozulub bu sarı vərəqədir. Bunun başqa adı yoxdur. Əks hücumda yenə Lobato'ya qarşı qayda pozuldu. Vərəqə Zeruki'ye göstərilir. Heç şübhəsiz mübahisə də etməli deyil. Amanın günüdür Lobato'ya heç olmasın. Heç olmasın Lobato'ya. Langa, Muaddi, Bruno Langa. Bu da qayda pozuntusudur. Hakim dərhal oyunu saxlayır. Bu da sarı vərəqədir. Heç şübhəsiz bu da vərəqədir. Bəli. Növbəti rəsmi xəbərdarlıq. Artıq Twente oyuncuları özündən çıxırlar. Bu gedişat. Musa'nı da keçir, ardınca Yankovic. Ciddi də ola bilər toqquşma zamanı. Qayda pozuntusu bu dəfə bizim. Kaşuk əl attı önünə, amma sona qədər Twente futbolçu əl çəkir onunla. Diqqətlər. Hakimə hər iki tərəfdə etirazı var idi Twente futbolçularının, amma out qərarı. Out bizimdir. Zeruki sağa çevirdi. Hündürboy Weghorst'dan. Ehtiyatlı olar. Niştat, Kapyon. Mane oldu. Şey yaxşı tutarır. Dərindən nəfəs almağa belə imkanımız yoxdur. İndi rəqibin hücumları fonda və cərmə zərbəsi. Onlar qazanırlar. Jon van de Brom'du bu. Tanın zərbəsi. Topun trajektoriyası zamanı. Təhlükəyə imkan verməyən Varkoni. Yaxşı oynadı Bruno Langa. Qayda pozulub.
Qərar bizim lehimizədir. Qeyd edim ki, Qurbanlı və Zeruki hava mübarizəsində məhz Musanın qaydanı pozduğunu bilir. Muz önünə. Top itirməyib. Silva onu irələməsinə mane olur. Hakim qərarı foul. Qayda pozuntusu qeydə alındı. Bu, ondan ötürmə, qapı önünə Zlumslic. Kaşuk. Zərbə indirmədi. Veydman'dan oynayır. Veydman sağına seçdi onun zərbəsi. Top ötürməsi. Kaydi Borges. Kaydi başını qaldırır. Kaydi. Qapıdan aralı keçdi. Kaydi sevir. Bu cür nöqtədən zərbələr indirməyi, amma bu dəfə alınmadı. O boşluğu gördü, hiss elədi. Zərbə Samuel Lobato ötürmə. Aleksey Kaşuk ondan qapı önünə. Kaydi Borges. Kaydi. Kaydi Borges. 1-0 59-cu dəqiqə. Kaydi'nin golü. Qarabağın döyünən ürəyi Kaydi. Həm səfərdə, həm evdə. Vurdu o golü yenə də Kaydi. 59'da belini qırdıq Twente'nin. Ramiz Zekuri. Zərbə. Son toxunuş. Zlomslic. Üçün zərbəsi. Sol canaharında. Ondan ötürmə, qapımız önünə. Vegor zərbə imkan verməyək. Boşluqdan dərhal istifadə etdilər. Bir qədər əvvəl oyuna daxil olan təcrübəli futbolçu Marco Piazza fərqlənir. 1-1. Qətiyyən ruhdan düşmək olmaz. Ümumi hesabda 2-1 öndük. Amma ayaq dediyim kimi bu dəqiqələrdə qol buraxmaq vəziyyəti qəlizləşdirir. Heç şübhəsiz davam edir. Hesab dəyişir. Təəssüf. Çox təəssüf. Çox az qalmışdı. Ümumi hesab bərabərləşir. Orada baş verənlərlə bağlı bizdən etirazlar var, biz də baxırıq. Müəllifi, ardınca Vegor. Necə rahat paslaşdılar qapımız önündə. Təcrübəli Vegor başlamaq. Qətiyyən demək istəmirdim. Əlavə vaxtın əvvəlində ki, rəqib o qədər rahat, o qədər hazırlıqlı görünür. Bəlkə də bu onlarda qolun carçısı ola bilər. Baxırıq, nasıl offside var mı burada?